anam hayalıdır. Benim anam hayalıdır, derdim demez vefalıdır. Benim anam hayalıdır. Benim anam hayalıdır, derdim demez vefalıdır. Derdime kurban olan zara zara, gördü Ali bu derdi, çağırdı balaları yığdı Zehra'nın yanına. Buyurdu her kimin ahır sözü var, derdi var, desin anası Zehra'ya. Her kimin ne sözü var, evvel işi gördü, məzlumə sen geldi. Dedi atam benim bir sözüm yoktu, bir hediyem var anama. Atacan nedir hediye sen? Her kimin hediyesi var, elde böyük çaresi var. Sen elinde ne var, açırsan bakırsan ağlıyorsan Hasan. Buyurdu atam her kimin hediyesi var, elde böyük çaresi var. Anamın bende ata bir para kuş varesi var. Atacan atacan, çağırdılar Hüseyin geldi, Hüseyin geldi. Ben Hüseyin'e, ben Hüseyin'em ana ana ana. Ben Hüseyin'em yumulan gözlere kurbanım ana. Ben Hüseyin'im ana, aç gözümü bakma. Ben Hüseyin'em ana, yumulan gözlere kurbanım ana. Ana mənə köynəyi toxuyan əllərə qurbanım ana. Anacan qurbanım mənə köynəyi toxuyan əllərimə. Hamı ağladı, hamı ağladı. Ondan Zəhra Zeynəbə buyurdu Zeynəb. Zeynəb, otaqda bir boxça var, qızım o boxçanı gətir yanıma. Durdu Zeynəb gətirib boxçanı Zəhra yanına. Həyacan düşdü o dəryayı vüqarın canına. Açdı Zəhra, açdı Zəhra onu tam qədri vilayət tanına. Açmağa, açmağa boxçanı Zəhra ki uzatdı əlini. Ətri cənnət bürüdü Fatimənin mənzilini. Nə gördülər Allah? Gördü Zeynəb, o yanan ürək və ürəyimiz qurban olsun ya Zeynəb. Gördü Zeynəb bükülüb boxçaya 3 tazə kəfən. Onların sahibidir Zeynəb, onların sahibidir. Onların sahibi ev əhlidir, 3 məzlum ölən. Baxdı, baxdı Zeynəb, biri Heydər, yəni Əli. Gördü Zeynəb, gördü 3 ad yazılıb o kəfənlərə. Yandı o Zeynəbin ürəyi. Gördü Zeynəb, biri Heydər, biri Zəhra, biri qardaşın Həsən. Zeynəb 3 kəfən var ha. Onları dedi kızım, bunları Cibril Əmin göydən əmanət gətir. Biri baban əlinindir Zeynəb, biri Zəhranındır, biri də qardaşın Həsənin. Gördü Zeynəb bu halı. Zeynəb dedi anacan, anacan, axı bəs Hüseynimin kəfəni yoxdur yana. Olmaya Hüseynim məndən qalacaq. Olmaya Hüseynim məndən əvvəl, mən Hüseynindən əvvəl öləcək. Buyurdu kızım Zeynəb, Zeynəb, çəkmə Hüseynin adını, yandırma məni. Niyə ana? Niyə Hüseynimin kəfəni yoxdur yana? Buyurdu Zeynəb,
çəkmə Hüseynin adını, yandırma məni. Zeynəb cəngidə ox nizə dəyər, köynəyi təlləri sökülər. Zeynəb cəngidə ox nizə dəyər, köynəyi təlləri sökülər. Anası ölüsün onun qəbrə kəfənsiz qoyular. Anası ölüsün onun qəbrə kəfənsiz qoyular. Tabuta verdilər hərəkət. Ali can, məzlum Ali, Ali bilmirdi o cənazəni apara, yoxsa balalar yaram eləyə. Həsən yaram eləyəndə Hüseyin ağlayırdı. Hüseyin yaram eləyəndə Zeynəb ağlayırdı. O məzlum canıva canımız qurban olsun Əli. Axı qızdır, axı baladır, cənazədən ayrıla bilmirdi. Nə dedi bu axır rozəm sözüm budur. Nə dərdin var, harda əyləşmişsən, məni də alarsan nəzərə. Buyurdu o ki cənazə gedəndə, buyurdu anacan, Hüseyin gəldi, hacı da işarə elədi. Buyurdu ana, Hüseyin gəlib ayaqlarından öpdü, dedi Kərbəlaya tez gələsən. Amma mən də qızınam ha, anacan, mən də əllərindən öpürəm. Anacan, mən də əllərindən öpürəm, Şamədə bir başa gəzər. Ana demirəm yolda qəmçilər vuranda gələsən. Anacan demirəm yolda başımıza küllər tökülərlə gələsən. Yox, anacan milləti var, Rüqəyyəmi qəbrə qoyanda gələsən. Rüqəyyəmi qəbrə qoyanda gələsən. Atacan, mənim anam həyalıdır, dərdim deməz vəfalıdır. Axır sözün oldu. Yavaş qoyun məzarına, yavaş qoyun məzarına. Niyə? Qolu sınıb yaralıdır, yaralıdır, yaralıdır. Matəmin gəlib ey ərbab bisər, sən mənim ağam, mən də sənə nökər. Matəmin gəlib gözlərim qan ağlar, saldı başına Zəhra qara məcər. Gəldi Muharrəm, Zeynəb nəvaya gəldi,